1940-cı illərin sonlarında Rus araşdırmaçılar 5 adamı 15 gün ərzində qıcıqlandırıcı qazlarla oyanıq tutdular. Bu qorxunc təcrübənin detallarını eşitdikcə yaşananlara inanmaqda çətinlik çəkəcəksiniz. Qurbanlar 2-ci Dünya müharibəsində düşmən olaraq qəbul edilmiş siyasi tutsaqlar idi. Oksigen səviyyəsinin diqqətlə nəzarət edildiyi otaqlarda qalırdılar. Kamera sistemləri bağlanılmışdı, yəni onları izləyə bilmək üçün yalnız mikrofonlar və 5 düymlük kamera pəncərəsinə bənzəyən müşahidə şüşələri var idi. Otaq kitablarla, yataqsız uzanacaqlarla, su ilə, həmçinin 5 adama bir ay çatacaq qədər yemək ilə dolu idi. Qurbanlar ilə 30 gün ərzində yatmadan testdə dayanacaqlarsa, sərbəst buraxılacaqları mövzusunda razılaşmışlardı. İlk 5 gün hər şey yaxşı gedirdi. 5-ci gündən sonra şərtlər haqqında şikayət etməyə və onları idarə edənlərin harada olduğunu araşdırmağa başladılar. Bir-birləri ilə danışmağı kəsdilər və mikrofonlarla tək tərəfli şüşələrə pıçıldamağa başladılar. Doqquz gündən sonra ilk qurban qışqırmağa başladı. 3 saat ərzində otağın içində qaçaraq qışqırdı. Qurban qışqırmağa davam edirdi, amma çox vaxt çıxan səs səs-küydən ibarət idi. Araşdırmaçılar qurbanın səs tellərini parçaladığını irəli sürdülər. Daha maraqlı olan şey isə digər qurbanların buna necə reaksiya verdiyi idi. İkinci qurban da qışqırmağa başladı. Geri qalanı isə mikrofonlara pıçıldamağa davam edirdi. Digər qışqırıq atmayan qurbanlar isə kitabları parçalara ayırır, səhifələr tək-tək üzlərinə sürüb müşahidə şüşələrinə yapışdırdıqlarında qışqırıqlar dərhal kəsildi. 3 gün daha keçdi. İçəridəki 5 qurbanın da səsi kəsildiyində araşdırmaçılar mikrofonların işlədiyinə nəzarət etdi. Mikrofonlarda problem yox idi. Otaqdakı oksigen səviyyəsi hamısına çatacaq səviyyədə idi. 14-cü gündə araşdırmaçılar qurbanlara heç bir məlumat verməyib otağa girməyə qərar verdilər. Onların ölmüş olmalarından ehtiyatlanırdılar. Anons etdilər. Mikrofonlara nəzarət etmək üçün içəri giririk. Qapılardan uzaq durun və yerə yatın. Əks halda vurulacaqsınız. İtaət edənlərdən biri dərhal azadlığa qovuşacaq. İçəridən sakit bir səs cavab verdikdə isə çaşqınlığa düşdülər. Artıq azad olmaq istəmirik. Hərbi qüvvələr və tədqiqatçılar arasında bir mübahisə baş verdi. Daha çox reaksiya alıb qışqırtmamaq üçün 15 günün gecə yarısı otağın qapısının açılmasına qərar verildi. Otaq birdən təmiz hava ilə doldu. Mikrofonlar anında işə başladı. 3 fərqli səs yalvarmağa başladı. Çöldə onları gözləyən ailələri, sevdikləri olduğunu deyirlərdi. Əsgərlər qurbanları almaq üzrə otağa göndərildi. İndiyə qədərki ən yüksək qışqırıq içəriyə girən əsgərlərdən gəldi. 5 qurbandan 4-ü hələ yaşayırdı. Təbii buna yaşamaq deyilərsə. Yemək ərzaqlarına çox toxunulmamışdı. Qurbanlardan biri ölmüşdü. Sağ qalan 4 qurbanın saqqalları uzanmış, dəriləri paramparça olmuşdu. Dırnaqlarındakı parçalar bu yaraları özlərinin etdiklərini göstərirdi. Yaraların hamısını özlərinin etmədiyi dəqiqləşdi. Qurbanlar bir-birlərinə də saldırmışlardı. 4 qurbanın da qarın bölgəsindəki orqanları və qabırğaları demək olar ki, yox kimi idi. Dəri və qabırğaya bağlı əzələlərin çoxu ağciyər ilə birlikdə sinə qəfəsinin xaricinə çıxmışdı. Qan damarları və orqanları sağlam qalsa da, digərlərini çıxarıb yerə atmışlardı. Lakin bədənləri hələ də yaşayırdı. 4-ünün də həzm sistemləri işləyirdi. Günlər sonra istifra etdiklərində əslində yediklərinin öz ətləri olduğu ortaya çıxdı. Bir Rus əskər boğazına hücum edilməsi nəticəsində öldü. Bir digəri isə testisləri qoparıldığı və qurbanlardan biri qıçını dişləri ilə gəmirdiyi üçün yaralandı. Yaşayan 4 qurbandan birinin dalağı partladı və çölə doğru qanamağa başladı. Tibbi araşdırmaçılar onu sakitləşdirməyə çalışdılar, amma bu qeyri-mümkün idi. Bir insanın ala biləcəyi morfini daha çox almasına baxmayaraq hələ mübarizə aparırdı.
bir həkimin qolunu və qabırğasını qırdı. Qurbanın dövran sistemində qandan çox hava var idi. Ürəyi dayandığında belə qışqırmağa davam etdi. 3 dəqiqə ərzində özünü döydü. Hər kəsə hücum etdi. Daha çox sözlərini təkrar edərkən getdikcə gücsüzləşdi, yavaşladı və səssizcə yerə yıxılıb həyatını itirdi. Həyatda qalan 2 adam isə 5 adamın arasında ilk qışqırıq atanları idi. Tək edə bildikləri başlarını nizamsız bir şəkildə hərəkət etdirmək idi. Bunlar anesteziyanın təsirləri idi. Bir sonraki əməliyyatda yenidən anesteziya verildi. Orqanlarını yerləşdirərkən 6 saat boyunca heç bir reaksiya vermədi. Bir tibb bacısı bir neçə dəfə xəstənin əməliyyat əsnasında gülümsədiyinə şahid oldu. Əməliyyat bitdikdən sonra xəstə zümzümə etməyə başladı. Həkimlərdən biri xəstənin əhəmiyyətli bir şey söyləyir ola biləcəyini varsayaraq, qələm və qeyd dəftərini götürüb yanına getdi. Xəstənin dodaqlarından tökülən sözlər nəticəsində otaqdakılar dəhşətə düşdü. Kəsməyə davam et. Komandir həyatda qalan 2 qurbanın təkrar otağa salınmasına əmr etdi. Tədqiqatçılardan biri silahını çəkib komandiri vurdu. Sonra səssiz olan qurbana silahı doğrultdu və beynini partlatdı. Silahı son qalan qurbana tuşladı və soruşdu. Nə sənsən, bilmək məcburiyyətindəyəm. Qurban isə gülümsədi. Bu qədər asanmı unuttun? Biz siziz, biz sizin içinizdə yatan dəliliyə, hər an sərbəst qalmağı gözləyən dəli heyvanlarıq. Biz yatağınızın altında gizlənənlərik. Araşdırmaçı dayandı. Sonra silahı qurbanın ürəyinə istiqamətləndirib atəş açdı. Qurban ölmək üzrəykən hardasa azad dedi və öldü.